mən yadımdadır ki, mən necə başlamışam. Mən gəldim Vaqif Qərəzadənin yanına, elə məktəb formasında, son zəngdən sonra bulvardan çıxdım, gəldim İncəsənət İnstitutuna, o vaxt institut idi. Vaqif Qərəzadə mənə qulaq asdı. Vəssalam. Dedim ki, Vaqifə, tuk tuk tuk, mənəm, gəlmişəm. Dedim salam deyəcəm dedim. Dedim salam Vaqiflə, mən oxumaq istəyirəm və istəyirəm işlərimi İncəsənət Universitetinə, o institutuna verəm. Dedi, hə, o çıxırası, gəl sənə qulaq asım. Əvvəl öz işlərini göstərdi, o yan bu yan. Əvvəl mənə baxdı, yəni ki, səhnəyə çıxacamsa, səhnə bilirsiniz ki, Normaları var idi. ondan başqa, yəni müğənni qəşəng olmalıdır, vəssalam. Səhnəyə çıxan insan olmalıdır qəşəng. Hə, diyordu ki, hardasa çox şeylər, yəni üst-üstə düşür. Mahnısını göstərdi, onu danışdı, sonra belə. Bir sənə qulaq asım, görün bir sənin səsin var. Elə oldu ki, mən də onu oxudum mahnı, vəssalam. Yarım eşitdim məni və ey mənim dünya mahnısı. O neçə gündə, necə deyərlər, meydana gəldi və o mahnı ilə mən çıxdım Bakı Payızı 88-də. Mənim bütün kollegalarım hal-hazırda ki, indi böyük səhnədə, show biznesdə, birinci cərgilərdə gedən İlqar Xəyaldır, Zülfiyə Xanbabayevadır, məsəl üçün Faiz Ağayevdir, Samir Bağırovdur, Almaz Ələsgərovadır. Bu kimi sənətkarlar Bakı Payızı 88-də çıxdılar və indiyəcəndir. Profesional kimi sabah başlayanlara konkret nə məsləhətlərini verər? Mən özüm hansı prinsiplərlə bu səhnəyə gəlmişəm, yəni o məsləhəti mən sizə görərdim. Birincisi, işdən qorxmayın, qoçaq olun. Bu bir. Alınmadısa ondan kifayətlənməyin. Bu alınmadı, o birisi alınır. Və yaxud da tənbəl olmayın. Gecə gündüz öz üzərinizdə işləyin. Özünüzə güvənin. Yəni öz gücünüzə, öz istedadınıza arxayın olun. Öz formanızı saxlayın ən əsas. Bax belə, bu prinsiplər olsa sizdə, mən inanıram ki, gələcəkdə sizdən böyük bir müğənni, sənətkar çıxa bilər. Və ən əsas, böyük sənət, yəni gələcəkdə artıq sənət yoldaşlarınıza, böyük sənətkarlarınıza hörmətlə yanaşın.